Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 55 və 56-da olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Sürət 1. Gedilən yola və bu yola sərf edilən zamana görə sürəti tap və dairəyə al. Yük maşını 120 kilometr yolu 2 saata qət etdi. 120 bölünsün 2 bərabərdir 60. Ortadakını, yəni 60 kilometr bölünsün saatı dairəyə aldıq. İlbis 3 dəqiqəyə 6 sm məsafə qət etdi. 6 bölünsün 3 bərabərdir 2. 2 sm bölünsün dəqiqəni dairəyə aldıq. Lalə Konkidə 10 saniyəyə 50 metr sürüşdü. 50 bölünsün 10 bərabərdir 5. 5 metr bölünsün saniyə. 2. Sürətin bütün yol boyu dəyişmədiyini nəzərə alaraq suallara cavab ver. A. Avtomobil 3 saat 240 kilometr yol qət etdi. Onun sürəti nə qədərdir? 240 bölünsün 3 bərabərdir 80 kilometr bölünsün saat. B. Ana velosipedi hansı sürətlə sürsə 2 dəqiqədə 900 metr yol gedər. 900 bölünsün 2 bərabərdir 300, 450 metr bölünsün dəqiqə. C. Qarışqa 180 sm məsafədə olan yuvasına 30 saniyəyə çatdı. Qarışqanın sürəti nə qədər oldu? 180 bölünsün 30 bərabərdir 6 sm bölünsün saniyə. 3. Maşının eyni sürətlə getdiyini nəzərə alaraq verilən məlumatlara əsasən sürəti tap, uyğun spidometrdə birləşdir. Məsafə 150 km, zaman 2 saat, sürət 150 bölünsün 2 bərabərdir 75 km bölünsün saat. Məsafə 330 km, zaman 3 saat, sürət 110 km bölünsün saat. Məsafə 490 km, zaman 5 saat, sürət 98 km bölünsün saat. Birinci ilə axırıncını, ikinci ilə birincini, üçüncü ilə isə ikincini birləşdirdik. 4. Verilən zaman ərzində maşınların sürətinin dəyişmədiyini nəzərə alaraq onların sürətini tap və spidometrdə təsvir et. 2 saata 180 km yol getdi. 180 bölünsün 2 bərabərdir 90 km bölünsün saat. Oxu 90-a çəkdik. 3 saata 240 km yol getdi. 240 bölünsün 3 bərabərdir 80 km bölünsün saat. Oxu 80-ə çəkdik. 4 saata 300 km yol getdi. 300 bölünsün 4 bərabərdir 75 km bölünsün saat. 70 və oxu 70 və 80-in arasına çəkdik. Keçək səhifə 56-ya. 5. Suallara cavab ver. A. Motosikletçi 75 km bölünsün saat sürətlə 3 saata neçə kilometr yol gedər? 75 vurulsun 3 bərabərdir 225 km. B. Piyada 540 metr məsafəni 90 metr bölünsün dəqiqə sürətlə neçə dəqiqəyə gedər? 540 bölünsün 90 bərabərdir 6 dəqiqə. C. Ancaq həllərini oxuyacağım artıq. C. 550 vurulsun 2 bərabərdir 1100 kilometr. D. 225 bölünsün 45 bərabərdir 5 saat. E. 600 vurulsun 5 bərabərdir 3000 metr, o da bərabərdir 3 kilometr. F. 100 bölünsün 2 20 bərabərdir 5 dəqiqə. 6. Cədvəli tamamla. Sürət 20 km bölünsün saat. Həllərini oxuyun və boş xanalara uyğun hansı ədədlər yazdığını deyək. 40 bölünsün 20 bərabərdir 2, zaman 2 saat. 300 bölünsün 30 bərabərdir 10. 10 metr bölünsün dəqiqə. Sürət 10 metr bölünsün dəqiqə. Digərində Digərində 480 bölünsün 120 bərabərdir 4 saat. Zaman 4 saat. Digərində sürəti tapmaq üçün 100 bölünsün 5 bərabərdir 20 sm bölünsün saniyə. 7. Velosipedçi 2700 metr yolu eyni sürətlə getdi. O bu yolun 1 kilometrini 10 dəqiqəyə qət etdi. Velosipedçi qalan yolu neçə dəqiqəyə getdi? O əvvəlki sürətini 5 metr bölünsün dəqiqə artırsa, geri neçə dəqiqəyə qayıdar? 1000 bölünsün 10 bərabərdir 100, 2700 çıxılsın 1000 bərabərdir 1700, 1700 bölünsün 100 bərabərdir 17, 100 bölünsün 50 bərabərdir 150, 2700 bölü 150 bərabərdir 18. Cavab 18.
8. Qatar saat 10:30-da A şəhərindən çıxdı. B şəhərinə saat 15:30-da çatmaq üçün qatar saat neçə hansı sürətlə hərəkət etməlidir? Qatar eyni sürətlə hərəkət edərsə, B şəhərindən C şəhərinə 120 dəqiqəyə çatar. B və C şəhərləri arasındakı məsafə neçə kilometrdir? 15:30 çıxılsın 10:30 bərabərdir 5 saat. 350 bölü 5 bərabərdir 70 kilometr bölünsün saat. 70 vur 2 bərabərdir 140. Cavab 140. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.